Bugündən müəllimlərin işə qəbulu üzrə prosesin ilk mərhələsinə başlanılıb. Hazırda ilk imtahan keçirilir və əməkdaşımız Günel Məmmədyarlı həmin imtahanı izləyib. Hazırda bizimlə canlı bağlantıdadır və ətraflı məlumatı ilə ondan alacağıq. Salam Günel, buyur söz səndə. Salam, sabahınız xeyir Səbinə, tamaşaçılarımızı da salamlayıram. Bəli, sizin qeyd etdiyiniz kimi bugün müəllimlərin işə qəbulu prosesinin ilk günüdür. Test imtahanları 14-18 iyul tarixlərində keçiriləcək və hazırda imtahan başlayıb. Müəllimlər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Bəs ümumilikdə imtahanlar hansı fənlər üzrə keçirilir və nə qədər şəxs iştirak edir? Bu suallarımıza isə Məktəbə Qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdürü Nurlan İsmail bəyli cavab verəcək. Salam Nurlan bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Qeyd etdiyiniz kimi bugündən etibarən Dövlət Ümumi Təhsil müəssisələrində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Növbəti 4 gün ərzində hər gün 2 sessiya, imtahan sessiyası olmaqla proses təşkil olunacaq və 18 iyulda prosesin yekunlaşması nəzərdə tutulur. Prosesin elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə etmişdir. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qərara müvafiq olaraq bu ildən etibarən proses ilk dəfə ödənişli əsaslarla təşkil olunmağa başlayıb. Lakin şəhid ailəsinin üzvləri, müharibə veteranı adını almış şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olan şəxslər və bu prosesdə ilk dəfə iştirak edəcək şəxslər ödənişdən azaddılar. Ümumilikdə prosesdə 34 mindən artıq namizədin iştirakı nəzərdə tutulur və onlardan 10 min nəfəri bu qeyd etdiyim güzəştli kateqoriyadan olan ödənişdən azad olunan şəxslərdirlər. Digər 24 mindən artıq namizəd isə ödənişli əsaslarla bu prosesdə iştirak edirlər. Onlar 6-9 iyul tarixlərində mig.edu.az portalı vasitəsilə yaradılmış keçiddən istifadə edərək öz ödənişlərini uğurlu formada tamamlayıbdılar. Ötən həftənin sonunda artıq namizədlərə imtahanların tarixləri, məkanları və saatı ilə bağlı məlumatlar göndərilib. Bugün informatika və ibtidai sinif üzrə imtahanlar təşkil olunur. Növbəti 4 gündə də digər fənlər üzrə imtahanlar təşkil olunacaq. Proses elektron formada təşkil olunan bir prosesdir. Yaradılmış elektron imtahan infrastrukturunun sayəsində eyni anda 11 mindən artıq namizədin imtahan verməsi üçün ölkənin 23 müxtəlif şəhər və rayonunda və 56 müxtəlif imtahan mərkəzi yaradılıb. Bu imtahan günləri ərzində isə hər gün 6-8 min namizədin 2 imtahan sessiyasında prosesdə iştirakı nəzərdə tutulub. Prosesin elektron formada təşkilinin yaratdığı növbəti üstünlüyü ondan ibarətdir ki, namizədlər imtahanları bitirdiyi anda öz nəticələrlə tanış ola bilirlər və imtahanı bitirdikdən sonraki 15 dəqiqə ərzində isə öz yanlış və doğru cavablandırdıqları suallarla da əyani tanış ola bilirlər. Nəticələr həmin gün açıqlanır, yəni. Bəli, imtahanları bitirdiyi anda namizədin nəticələri açıqlanmış olur. İmtahanı